Mən Məmmədov Samir, Yad Məmmədoğlu Hilton Bakı Otelində restoran meneceri vəzifəsində çalışıram. Bura gələnə qədər mənim bir müharibə yolum olub və hətta inanmayacaqsınız, mənim əlilliyim də olub. ...2020-ci ildə sentyabr ayında Ali Baş Komandamızın əmri ilə mən də qatıldım bu müharibəyə. Mənim ilk məhz müharibə yolum Füzuli rayonundan başladı. Cəbrayıl, Xocavənd, məhz bu rayonlarda mən döyüşdüm düşmənə qarşı. Mən Şuşa kənd ətrafından Şuşaya daxil olarkən çox saylı qəlpə yaraları aldım. Ağır yaralandığım üçün təxliyə olundum və vəziyyətim həddindən artıq çox ağır vəziyyətdə idi. 6 ay ayaqlarım mənim Elizarov aparatında qaldı. Və sonra bu aparat ayaqlarından çıxardıldıqdan sonra isə əlilliyim təyin olundu və mənim əlillik dərəcəmə artıq təyin olduqdan sonra isə Bakı Reabilitasiya Mərkəzinə təbii ki getdim. Mən ilk reabilitasiya, ilk addım atdığımda isə mən hasa ilə gəzirdim təbii ki və bir sıra müalicələr aldım orada, reabilitasiyalardan keçdim orada. Həkimlər mənim ayaqlarımda təbii ki hərəkət məhdudiyyətləri çox idi. Əzələlər artıq ölmüş vəziyyətdə idi, hiperhəssaslıq ayaqlarımda yaranmışdı həddindən artıq. Bu reabilitasiya prosesi təbii ki mənim həyatıma çox müsbət təsir göstərdi və çünki mən pasiv həyat tərzindən aktiv həyat tərzinə addım atdım. Mən reabilitasiya oldum. Gördüyünüz kimi Hilton Bakıda çalışıram. Dövlətimizin bizə göstərdiyi bir sıra xüsusi sahələrdə, hətta reabilitasiya olsun belə, göstərdiyi bizə diqqətə və qayğıya görə çox böyük təşəkkürümü bildirirəm. Heç vaxt diqqətdən, qayğıdan, yəni kənarda qalmamışıq. Əlilliyimin bitməsi sağlam həyata yenidən qayıtmağım deməkdir.